Salam, hər vaxtınız xeyir, əziz və hörmətli müəllimlər. Mən Vüsalə Qədirova sizlərə müsahibə imtahanına dəstək məqsədi ilə 3 sualın izahını bu günlərim verəcəm. Sualın izahına keçməmişdən əvvəl onu qeyd edim ki, avqust qrupumuz var. Avqust ayın 1-i dərslərə başlayacaq. Qoşulmaq istəyənlər 070 974 18 56 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Dərsə qoşulmuş bütün müəllimlərə hər tərəfli köməklik göstəriləcək. Hazır PDF-lər, hazır icmallar, təqdimat nümunəsi veriləcək. İndi gəlin keçək suallarımıza. İlk sualımız diferensial təlim haqqında danışın. Diferensial təlim haqqında danışın sualla qarşılaşan zaman qeyd edə bilərsiniz ki, diferensial təlim fərqli və fərdi yanaşmadır. Yəni, diferensial təlim zamanı hər şagirdin öz səviyyəsinə, öz potensial imkanına uyğun olaraq həmin şagirdə göstərilən yanaşmadır. Yəni, hər şagirdin potensial imkanına, mövcud səviyyəsinə görə göstərilən yanaşmadır. Diferensial təlimdə şagirdin 3 əsas xüsusiyyəti nəzərdə alınır. Birincisi şagirdin marağıdır, ikincisi şagirdin hazırlıq səviyyəsidir, üçüncü də şagirdin öyrənmə tərzləri əsas götürülür. Diferensial təlimdə heterogen siniflərdə tətbiq olunur. Heterogen siniflər, yəni heterogen sinif qeyd olunan zaman sinifin tərkibindəki şagirdlər eyni səviyyəli deyil, müxtəlif səviyyələrə malik olan şagirdlər hesab olunur. Yəni, burada şagirdlərin xüsusiyyətlərinə görə fərqli olan siniflər, həm qavranmasına görə, həm intellektuallığına görə, həm şəxsiyyət tipinə görə, həm hansı intellekt tipinə malik olmasına görə fərqlənən şagirdlərdir və bu şagirdlərin hər biri fərqli səviyyələrə malik şagirdlər hesab olunur. Yəni, bu cür siniflərdə diferensial təlimi tətbiq etmək mümkündür. Diferensial təlimdə əsas məqsəd müxtəlif yollardan və müxtəlif tapşırıqlardan istifadə edərək məqsəddən kənara çıxmadan müxtəlif səviyyəli şagirdləri eyni məqsədə çatdırmaqdır. Yəni, zəif səviyyədə olan, orta, yaxşı oxuyan şagirdlərin səviyyələrinə görə bu cür fərqlənən şagirdlərə hər birinin öz səviyyəsinə uyğun tapşırıqlar verməklə, hər birinə öz səviyyəsinə uyğun yanaşmaqla eyni məqsədə, bütün şagirdləri eyni məqsədə çatdırmaqdan ibarətdir. Məhz bu diferensial təlimin əsas məqsədidir. Bu bizim birinci sualımız diferensial təlim haqqındadır. İkinci sualımız deməli, təlim nəticəsi nədən çıxarılır? İlk öncə onu qeyd edək ki, təlim nəticəsi nədir? Təlim nəticəsi və ya dərsin təlim nəticəsindən söhbət gedir və yaxud da dərsin məqsədi eyni bir anlayışdır. Dərsin təlim nəticəsi, yəni 1:45 dəqiqədə şagirdlərin əldə edəcəyi bilik bacarıqdır. Yəni, bir dərsin sonunda şagirdin əldə edəcəyi bilik bacarıq məhz onun təlim nəticəsində öz əksini tapır. Təlim nəticəsi alt standartdan çıxarılır, alt standartdan təlim nəticəsi çıxarılır, təlim nəticəsindən qiymətləndirmə meyarı çıxarılır, meyara görə də şagirdlərə rəy verilir. Təlim nəticəsi deməli, bir dərs üçün 3 təlim nəticədən artıq təlim nəticə qeyd olunmamalıdır. Maksimal 3 dənə ola bilər. 3-dən artıq bir dərs üçün daha çoxdur. Onu reallaşdırmaq mümkün olmur.
Təlim nəticəsi şagird mərkəzli olmalıdır. Yəni müəllim mərkəzli təlim nəticələr doğru təlim nəticəsi deyil. Şagird mərkəzli təlim nəticəsi olmalıdır. Təlim nəticəsi çıxardan zaman onda istifadə olunan feillər dinamik feillər olmalıdır. Statik feillər yanlış təlim nəticəsi hesab olunur. Statik feillərə görə çıxarılmış təlim nəticəsi. Dinamik feillər də Bloom-İdrak taksonomiyanın mərhələlərinə aid olan feillərdir. Təlim nəticəsi şagirdlərə dərsin əvvəlində elan olunmalıdır. Şagirdlər bilməlidir ki, dərsin əvvəlində artıq şagirdlərə məlum olur ki, dərs ərzində özləri hansı bilik bacarıqlara nail olacaqlar. Buna görə də müəllim dərsə başlamamışdan əvvəl ilk öncə təlim nəticəsini şagirdlərə elan etməlidir. Təlim nəticəsi smart planlama texnikasına uyğun olaraq çıxarılmalıdır. Təlim nəticəsi həm də yadınızdan çıxmasın, mürəkkəb cümlələrlə ifadə olunmalı deyil. Sadə cümlələrlə ifadə olunmalıdır, anlaşılıqlı olmalıdır. Şagird başa düşməlidir ki, təlim nəticəsində verilmiş o ifadə nədir? Yəni anlaşılıqlı olmalıdır, başa düşülən olmalıdır. Təlim nəticəsi deməli smart planlama texnikasına əsasən çıxarılır. Smart planlama texnikasında da hərflərə görə hər bir hərfin öz mənası var. Məsəl üçün smart planlama texnikasının ilk hərfi olan S hərfi, yəni təlim nəticənin spesifik, aydın, dəqiq olmasını göstərir. M hərfi təlim nəticəsinin deməli qiymətləndirilə bilən, ölçülə bilən olmasını göstərir. A hərfi təlim nəticəsinin əldə oluna bilən olmasını göstərir. Yəni təlim nəticəsi nə çox çətin, nə də çox asan deyil. Təlim nəticəsi şagird bir qədər düşünərək əldə oluna bilən olmalıdır. R hərfi real imkanlar, resursların nəzərə alınmasıdır təlim nəticəsini çıxaran zaman. Bir də T hərfi time, vaxtı göstərilir. Yəni təlim nəticəsi çıxaran zaman vaxtın da nəzərə alınmasıdır. Bu bizim ikinci deməli sualımızın cavabıdır. Təlim nəticəsi haqqında ətraflı məlumat verdik. İndi keçək üçüncü sualımıza. Üçüncü sualda qeyd olunub ki, dərs üçün sual və tapşırıqlar hazırlayanda nələrə diqqət edirsiniz? Belə sualla qarşılaşan zaman bu cür cavab verə bilərsiniz ki, dərs üçün hazırlayacağımız sual və tapşırıqlar ilk öncə diqqət edəcəyimiz məqamlarından birincisi təlim nəticəsinə uyğun hazırlayıram. Yəni sual və tapşırıqlar hazırlayan zaman təlim nəticəsinə uyğun hazırlanmaq lazımdır. Sual və tapşırıqlar hazırlayan zaman şagirdlərin, sinifin səviyyəsini nəzərə alaraq hazırlanmaq lazımdır. Sual və tapşırıqları hazırlayan zaman asan, orta çətin və çətin olaraq səviyyələrə uyğun hazırlanmalıdır. Sual və tapşırıqlar hazırlayan zaman Bloom-İdrak taksonomiyanın mərhələlərinə uyğun hazırlanmaq lazımdır. Ən əsası da yenə də qeyd edim, təlim nəticəsinə, yəni gündəlik təlim nəticəsinə uyğun hazırlanmalıdır. Yəni bizim şagirdlərə verəcəyimiz istər sual olsun, istər tapşırıqlar olsun, nəticəyə uyğun verilməlidir. Təlim nəticəsinə uyğun verilməlidir. Çünki əsas məqsəd həmin təlim nəticənin reallaşmasını təmin etməkdir. Məhz sual və tapşırıqlar vasitəsilə də elə sual tapşırıqlar hazırlanmalıdır ki, qoyulmuş məqsədi reallaşdıra bilsin. Bax, bu cür suallara cavab verə bilərsiniz. Hər biriniz kanala abunə olun və bəyənin ki, bu cür video izahların davamı olsun. Hər birinizə uğurlar olsun.